oxumağa dəyər rubrikası olacaq. Artıq bizim sevimli Mürşid müəllimimiz yenə də belə gözəl bir kitabı da bizi gözləyir. Amma sabahınız xeyir olsun Mürşid müəllim, yeri gəlmişkən. Sabahınız xeyir olsun. Yaxşı oldu Mürşid müəllim, siz orada dayanın. Mən ikinizə də sual verim. Yaxşı oldu. Keçmirik Mürşid müəllimə. Mürşid müəllimin haqqında danışacağı kitabın haqqında özü danışacaq əlbəttə. Frankenstein və ya müasir Prometey adlanır. Amma bu kitabın ərsəyə gəlməsi, yazılması və s. bütün bunları belə deyək, birləşdirən 3 dənə 18 rəqəmi var. Bu nədir? Mürşid müəllim sevir belə sualları. Ona görə Mürşid müəllimə də bu sual verir. Xahiş edirəm, heç bir süni intellektdən istifadə eləmə. 3-18 rəqəmi var. Sizcə bu nədir? Sualımı verdim, cavabımı gözləyirəm. Buyurun Mürşid müəllim, söz sizdədir. Təşəkkür edirəm. Mən ümid edirəm ki, bu sualların cavabını tapacağım. Hər halda bu kitab haqqında danışanda mən elə bilirəm ki, faktlar arasında həmin 18 rəqəminə toxunacaq. Bugünkü kitabımız Mary Shelley'nin Frankenstein və Müasir Prometey kitabıdır. Çox maraqlı kitabdır və mən çalışmışam bu kitab haqqında maraqlı faktlar tapım. Ən birinci fakt ondan ibarətdir ki, bəzən oxucular, tamaşaçılar həmin o bədheybətin, həmin o qorxulu obrazın adının Frankenstein olduğunu zənn edirlər. Amma əslində həmin o varlığın adı yoxdur. Yəni ona kitabda ya bədheybət, ya varlıq, hətta iblis deyə deyirlər. Çünki həmin varlığın yaradıcısı Viktor Frankensteindir, alimdir. Yəni birbaşa həmin Frankenstein o bədheybətin adı deyil. Birinci faktlardan biri odur. Bəs bu ad hardan yaranıb? Əslində hal-hazırda Almaniyada Frankenstein qəsri var. Və rəvayətlərə görə 17-ci əsrdə həmin qəsrdə Johann Konrad Deppel adlı bir əlkimyaçı olub və orada müxtəlif gizli təcrübələr aparıb. Həmin təcrübələr də meyidlərin yarılmasına bağlıdır. Yəni, keçmiş əsrlərdə bildiyimiz kimi dövlət və din tərəfindən anatomiyanın öyrənməsi, meyidlərin yarılması qadağan olduğu üçün alimlər, Parasels və digər alimlər məhz belə gizli üsullardan istifadə edirlər. Və bu əfsanəni bizim Mary Shelley yazıcımız deməli eşidib bilib. Ümumiyyətlə, həyat təsadüflərlə bağlıdır və bu kitabın ərsəyə gəlməsi də əslində bir təsadüfdür. Söhbət ondan gedir ki, 1816-cı il tarixdə yaysız qış kimi düşüb. Çünki həmin ildə Avropada bir vulkan püskürüb və bunun nəticəsində yay belə sadə dildə desək insanların burnundan gəlib. Yəni yağış yağıb, hava soyuq olub, çiskinli olub və insanlar istirahət edə bilmirlər. Məhz həmin ildə Mary Shelley bir dəstə öz yazıcı və şair dostları bir yerdə İsveçrədə Cenevra gölünün ətrafında istirahət edirdilər, dincəlirdilər. Və havanın yağmurlu, çiskin keçdiyinə görə onlar məcbur olub bütün günü evdə olurdular. Və bu zaman onun dostları arasında məşhur Lord Byron da var idi. Və o belə bir təklif irəli sürüb ki, gəlin birimizə qorxulu bir hekayələr uyduraq, danışaq. Kimsə vampirlərdən danışıb, kimsə ruhlardan danışıb və bu zaman Mary Shelley həmin Frankensteinin bədheybətindən danışmağa başlayıb. Əslində, bu kitabın belə bir rəvayət də gəzir ki, bu kitabın ideyası Mary Shelley yuxuda gəlib. O yuxuda belə bir alim görüb, orta yaşlı alim, o meyidləri yararaq onlardan bir qorxulu varlıq düzəldir və artıq yuxudan oyanandan sonra bu ideya onun fikrinə gəlib. Kitab haqqında bir maraqlı faktlardan biri də odur ki, ilk dəfə nəşr olanda kitab anonim nəşr olunmuşdu. Yəni, burada yazıcının adı göstərilməmişdi. O vaxt deyirdilər ki, belə elmi fantastik əsəri yazmaq qadın bacarmaz və yəqin ki, bunu kişi yazıb. Və yalnız sonraki nəşrlərdə Mary Shelley'nin adı müəlliflər adında göstərilmişdi. Bir maraqlı faktordan ibarətdir ki, bayaq Aysel xanım da ona toxundu, 18 ilə bağlı. Mən də doğrudan bunu eşidəndə, oxuyanda çox təəccübləndim. Çünki Mary Shelley bu romanı yazmağa başlayanda 18 yaşında başlayıb. Təsəvvür edirsiniz, 18 yaşında cavan bir qız və bu romanı yazmağa başlayıb. 18-in birini tapdıq. Birini tapdıq, bəli. Qaldı ikisi. Və bu roman ilk dəfə çap olunanda, nəşr olunanda populyarlıq qazanmırdı. Və bu teatrda tamaşalara qoyulmağa başladı. İnsanlar tamaşaya gedəndə bunu baxırdılar və yalnız bundan sonra populyarlıq qazanmağa başlayandan sonra deməli bu kitab da öz oxucu kütləsini tapdı. Növbəti maraqlı fakt ondan ibarətdir ki,
daha doğrusu maraqlı deyəndə ki, bu kino o qədər, daha doğrusu kitab o qədər populyar olub ki, onunla bağlı çoxlu filmlər, çoxlu seriallar çəkilib. Sonuncu filmdə 2025-ci ildə Guillermo del Toro'nun çəkdiyi bir filmdir. Sözün açıq o filmə hələ tam baxa bilməmişəm, amma deyilənlərə görə çox maraqlı filmdir. Və bəzi mənbələr də onu deyirlər ki, əslində Mary Shelley'nin bu Frankenstein əsəri elmi, fantastik ədəbiyyatın ilk nümunələrindəndir. Və mən düşünürəm ki, bu qədər məlumat oldu. Digər 18-ci rəqəmləri deyəndə ki, əslində belə çətinlik çək. 18-ci ildə dərc olunub ilk dəfə. O da ikincisini tapdıq. Üçüncünü isə 1818-ci il. 18-ci Orada il. 18-18, onun da yaşı 18. Bəli. Bu Deməli- sualı əslində mən özüm icad elədim birdən-birə və nə yaxşı ki tapdınız. Çox maraqlı sağ olun. Amma sualdır. Firuz Mən- hələ də axtarır. Mən yox, əslində mən fürsətdən istifadə elədim. Aysel gördüm sizə baxıb, artıq baxıb tapmışdım, gözləyirdim deyəcəm, amma deyə bilmədim. Çox sağ olsun Google axtarış sistemi barədə kömək elədi mənə. Çox sağ olun Mürşid müəllim. Təşəkkür eləyirik mən sizə. təşəkkür edirəm. Ümid edirəm ki, həftə sonları oxucularımız maraqlı kitablar tapacaqlar. Təşəkkür İnşallah edirəm. uğurlar arzu Maraqlı edirik bir sizə kitaba də. görə həqiqətən də filmin özü Guillermo del Toro'nun Frankenstein filmindən danışdı. Mən o filmə baxdım. Maraqlı bir filmdir. Həqiqətən də mənə elə gəlir ki, Frankenstein haqqında ən belə tam rahat, səlis izləyə biləcəyimiz filmlərdən. Məsləhət görürsən mənə Hə, də. məsləhət görürəm çünki orada o qədər həm də elə bir ki 1800-cü illərdə çəkilmiş bir film olduğuna görə sanki elə bir təəssürat yaradırlar. Çox maraqlı məlumatlar var orada, faktlar var orada. Frankenstein özünün həyatı var orada. Biz ona bir bədheybət kimi baxırıq, yaradılmış bir uğursuz bir varlıq kimi baxırıq bəzən, amma onun özünün də hissləri var. O da yaşamaq istəyir, əslində pis biri deyil. Yəni çox maraqlı məqamlar var. Ona görə də izləməmisinizsə əziz tamaşaçılar, izləyə bilərsiniz. Mənə bu abu-hava şeyi xatırlatdı, Van Helsingi. Biraz orada da qorxu falan o Bəli, filmi bəli, xatırlatdı bəli. mənə.